Hətta Buxaridə olan o rəvayət ki, Ammarı o bəği əhli öldürüb, o hətta Buxariyə əlavədir. Nəysə bu dərsdə bu barədə danışmayacağım. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. İbn Teymiyyəni müdafiə edən Vəhabi, hansı ki Allaha həmd olsun, suallarımız qarşısında aciz qaldı, heç bir suallarımıza cavab vermir və cavablarımızdan da narahat olur, məğlub olur, yəni məhv olub gedib, əqidəsi ifşa olub gedib. Ancaq mövzudan yayınmaqla, bəhsi uzatmaqla, mənasız yerə eyni ayələri təkrarlamaqla vaxt öldürür və özündə əlhəmdülillah necə batıl olduğunu göstərir. Son bəhslərin birində bir söz işlədir, deyir ki, Əmmarın rahiməhullah Buxaridəki gəlib təqtülü kəlfiətul bəğiyə və buna oxşar ləfslər, deyir ki, bu rivayət Buxariyə edilən bir əlavədir. Yəni bizim silsiləvi bəhslərimizdən bir də fırladan qoyumun xurafatları bəhsidir. Bundan qabaq birini də göstərmişdik. Deyirdi ki, bəli bu var, amma Muaviyyəyə aid deyil. Dəstəsində bəzi bəğilər var idi, onlara aid idi. Peyğəmbər sallallahu əleyhi və səlləm həmin gün Ammar ibn Yasirin şəhid olacağını ona bildirir. Bildirir ki, döyüş olacaq və azğın bir tayfa, həddini aşmış bir tayfa səni öldürəcəkdir. Doğrudan belə olur. Görürsən ki, yəni Siffin döyüşündə Ammar ibn Yasir öldürürlər. Lakin bu həddini aşmış tayfa gəndə söhbət Muaviyyədən getmir. Onların dəstəsində bəli, azmışlar var idi. Xavariclərdən və s. Onlar öldürürlər. Yəni bunun Muaviyyə aidiyyəti yoxdur. Yəni bu döyüşdə də müsəlmanlardan sahabelər bir-birinə qarışmırlar. Onları yəni sahabelərdən cəməldə də Siffindən də ölənlərdən heç birini sahabə qılınc qaldırmayıb. Onlar bu niyyət düşmürlər. Düzdür, o dəstədə olsalar da lakin bir-birlərinə silah qaldırmayıblar. Onlara silah qaldıranlar o dəstədə olan bəzi hədd aşmışlar. O cür fırlatmaq istəyir. Bu da bu cür fırladır ki, yox bu Buxariyə edilən əlavədir. Təsəvvür elə İbn Hüseymindən tutmuş digər alimlərinə qədər, hətta Vəhabilərin baş müftisi olan Bin Bəz, hansı ki zamanı imamı deyirlər ona, yadımda qaldığı qədərilə, müftilərin rəisi olub, Saudiyada yaşayıb, bir neçə il bundan qabaq dünyadan gedib, müasir alimlərdəndir. O hətta belə etiraf edir ki, Muaviyyə və onun dəstəsi bəğidir, hətta Əmmarın rahiməhullah qatilidir. Bəli, bunu da deyir. Amma bu cahil Vəhabi və bunun mislində olan cahillər, öz kitablarından, öz müftlərindən xəbərsiz cahillər, xəbərləri yoxdur, istəyirlər Muaviyyəni, necə deyərlər, vəziyyətdən çıxarsınlar, amma batdıqca da batıb gedirlər. Baxın, Məcmu' Fətava kitabına müraciət edirik, Bin Bazın kitabı, Darul Qasım Nəşr tərəfindən çap olunan nüsxə, cild 6, səhifə 88-89. 88-də deyir ki, Vallahu cəllə və alə yəqulu fi kitabihil azimi, deyir Allah azza və cəllə öz əzim kitabında, əzəmətli kitabında buyurur, Əuzu billahi minəşşeytanirracim, Bismillahirrahmanirrahim, və in taifətəni minəl mu'minina iqtatalu fə aslihu beynəhumə. فإن بغت إحداهما على الأخرى فقاتلوا التي تبغي. Deyir ki, möminlərdən iki tayfa müharibə etsələr, aralarında islah edin, barışdırın, sülh yaradın. Əgər biri digərinə qarşı bağı olsa, hətta aşsa, zülm etsə, فَقَاتِلُوا الَّتِي تَبْغِي. Bəğiyə, zülm edənə, hətta aşına qarşı vuruşun, müharibə edin. Bin Baz bura qədər danışır, Hucurat surəsi 9-cu ayənin bu hissəsinə qədər deyəndən sonra deyir ki, mə qalə fə'təzilu. Deyir, fə'təzilu demədi. Demədi ki, üst çevirin, gedin oturun evinizdə. Qalə, belə dedi, fəqatilulləti təbiği həttə təfiə ilə əmrilləh. Allahın əmrinə, itaətə, haqqa gələnə qədər onlarla savaşın, dedi. Bu ayəni gətirəndən sonra deyir ki, فَإِذَا عُرِفَ الظَّالِمُ وَجَبَ أَنْ يُسَاعَدَ الْمَظْلُومُ لِقَوْلِهِ subhanahu. Deyir, o zaman ki, bilindi, əgər bilinsə, zalim tanınsa ki, zalim kimdir, vacibdir, məzluma kömək edilsin. Allahın bu sözünə görə, فَقَاتِلُ الَّتِي تَبْغِي حَتَّى تَفِيَ إِلَى أَمْرِ اللَّهِ. Allahın əmrinə, haqqa gələnə qədər həddi aşanla, bəği ilə müharibə edin. Allahın bu sözünə görə, deyir, zalim məlum olanda məzluma kömək etmək lazımdır. Sonra görün nə deyir? Deyir, وَالْبَاغُونَ فِي عَهْدِ الصَّحَابَةِ مُعَاوِيَةُ وَأَصْحَابُهُ. Deyir, sahabənin dövründə bağı kimi idi? Muaviyyə və onun sahabələri idi. Hətta aşmış zalimlar idilər. Bunu deyəndən sonra deyir, وَقَالَ فِي حَدِيثِ عَمَّارٍ
Ammarın rahimehullah hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurub: "Taqtulu Ammaran el-fi'atul baghiyetu." Ammarı bağı hətta aşmış zalim bir tayfa öldürəcək. Bax bura diqqətlə qulaq asın. Faqatalahu Muaviyetu və ashabuhu fi vaq'ati Siffin. Yaxud Siffin. Nə deyir? Faqatalahu Muaviyetu, öldürdü Ammarı Muaviyə və ashabuhu və sahabələri fi vaq'ati Siffin, Siffin döyüşündə. Və 89-cu səhifənin əvvəlində deyir ki, fə Muaviyyətu və ashabuhu buğatun. Muaviyə və sahabələri nədir? Bağı tayfadılar. Sonra deyir ki, ictihad ediblər, xəta ediblər ki, bu da bunların vəziyyətdən çıxmaq üçün digər işlətdikləri batil bir fikirdir ki, burada da vəhabilər bu söhbətə başlasalar məhv olub gedərlər bu bəhsdə də. Deməli, baş müfti Bin Baz nə deyir? Deyir ki, Muaviyə öldürüb Ammarı. Niyə görə? Çünki ya Muaviyə özü döyüşdə qılıncla öldürüb ki, qatili odur. Ya da özü qılıncla öldürməyib. Məsələn, bundan qabaq qeyd etdiyi Əlbani deyirdi ki, Əbul-Qadiyə öldürüb. Düz? Amma Əbul-Qadiyə üçün Muaviyyənin ordusunda idi. Deyərək Muaviyə qatil hesab edilir. Amma bu cahil kitablarından xəbərsiz fırladan qövmün nümayəndəsi nə deyir? Deyir ki, bu hədis Buxariyə əlavədir. O boyda Bin Baz, o boyda əzəməti ilə indi bizə görə batil firqənin bir nümayəndəsidir. Bunlara görə baş müftidir də, müftilərin rəisidir. O belə deyir ki, bəli, Muaviyə və sahabələri nə deyir? Bəğidir. Bunlar nə deyirlər? Deyirlər Muaviyə mömindir, Allah ondan razıdır. İndi Muaviyə bir sahabə ünvanında, indi Muaviyə bir sahabəni vurub öldürüb. Sən də deyirsən ki, Allah Quranda deyir ki, radiyallahu anhum, Allah onlardan razıdır. Biz də deyəndə ki, Peyğəmbərdən sonra bunlar nə fitnələr çatdılar, o rizayət üzərlərindən götürüldü, bu gülürdü bizə. Deyirdi ki, Allahu Ekber, bunu hardan deyirsən? Bax, bunu buradan deyirəm. Sənin batil fəhmin sadəcə yol vermir. Tək sən yox, sən elə şeyxlərin də, sən də onların yoluna gedirsən də, özündən bir şey demirsən ki. Batil yol qoyublar sizin üçün, azdırıblar sizi ki, vursun Ammarı öldürsün. Amma bu da nədir? Allah bundan razıdır, cənnətdə yeri var və s. və s. Bu əlbəttə təkcə bu suallarımızdan qaçan bu şəxsə aid deyil. Bu bütün vəhabilərə ünvanlanan suallardır. Həmçinin debat fərarisi, hansı ki debatdan fərar elədi, qaçdı və həmçində ona ünvanlanan suallardır. O da belə dayısı Muaviyyəni digərləri kimi müdafiə etməkdən acizdir. Gizləndikcə də gizlənir və heç bir bunlara cavab vermir. Çünki verməyə cavabları yoxdur. Danışırsa da danışıb batıb gedirlər. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.